Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 15-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən martın 15-i imsak vaxtı saat 05:26, iftar vaxtı isə 19:02-dədir. İmsak duası. İlahi, bugün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et. Bugün sinəmi məvəzakarların tövbəsi ilə genişləndir. Əminliyini an verirəm. Ey qorxu əhlinə əminlik bəxş edən Allah. Amin. İftar duası. İlahi, sənin üçün oruç tutdum və sənin ruzunla iftar edib yalnız səni təvəkkül edirəm. Allah orucumuzu qəbul etsin. Amin.